Deməli gənclər, ikinci sual polinomun dərəcəsinin tapılması ilə bağlıdır. Bu bizim dim sistemində keçdiyimiz çoxədlidir, çoxədlinin dərəcəsi. Biz yazırıq ki, çoxədli bir ədədlərin cəbr-cəmindən ibarətdir. Dim sistemində belə deyirik. Onda bir ədədin də qüvvəti həmişə müsbət olmalıdır ya da tam sayılar olmalıdır. Bir də ki, sabit ədədlər də bir hədlidir. Onun yanında dəyişən var, dəyişənin üstü sıfırdır. Onda buradan çıxır ki, bir ifadənin çoxədli ya da bir ədli olması üçün orada yəni x-in dəyişənin üzərində duran ifadə sıfırdan böyük bərabər olmalıdır. Onu da mən buradan götürüb 2 dənə ifadə yazaram. n - 4 böyükdür bərabərdir 0, n böyükdür bərabər 4-dən böyük və 4-ə bərabər tam ədədlər qoymalısınız. Eyni zamanda yəni biz dedik ki, müsbət tam ədədlər olmalıdırsa, dəyişənlərin qüvvətləri, onda bu ifadənin kəsirdən azad olmalıyıq. Elə orada 12-nin bölənlərini qoymalıyıq, amma artıq ikinci ifadədən n-in ehtimallarını tapdıq ki, 4-dən böyük qiymətlər qoymalıyıq. Demək ki, aşağıda duran bu ifadənin dəyəri ya ola bilər 6, n-ə 4 verəndə 6, ya da 12-nin digər böləni nə qalmış olur? 12-nin digər böləni də əlimizdə qalmış olur 12-nin özü. Buradan çıxır ki, n-in qiyməti 4 qoysam olar, digər tərəfdən n-in yerinə 10 qoysam olar. Bizdə n-in dəyərlərini istəmir. Bizdə gətirib yerinə qoyanda polinomun dərəcəsini istəyir, tamam mı? Gətirib yerinə qoyaq. N-in yerinə 4 qoyanda birinci halda px bərabər olacaq. X üstü, bax, bura 4 qoyuram, 6, x üstü 2 verdi. Bura 4 qoyanda 0-a gedəndə x üstü 0 bizə 1 verdiyinə görə 3, 3-ün də üstünə 5 gəndə 8 oldu. Polinom bu formada oldu və dərəcəsi 2 oldu. Px ikinci halda yoxlayan uşaqlar 10 verəcək ikinci qiymətində. Baxın, bura 10 qoymuşsunuz. 12 bölü 12 nə eləyir? 1. Üstə gəl. Burada 10 qoymuşsunuz. 10 çıx 4 nə verir? 6. 3 vurmuş x üstə 6, üstə gəl 5. Burada da biz çoxədlinin dərəcəsini tapanda içərisindəki bir ədədlərdən dərəcəsi ən böyük olan götürürdük. Ən böyükdə 6 olduğuna görə biz 6 götürürük. Dərəcədə D variantı olacaq bu formada.